Qatar tunellərdən keçə-keçə işıq zülməti əzə-əzə irəliyə gedir. Qatarın bir tərəfindən müxtəlif rənglərə boyanmış dağlar, bir tərəfindən isə dikanlı sərhəd məftilləri, biraz aralıda çay görünür. Çayın hər iki sahilində insanlar öz işindədir. Hər iki sahildə nəzarətçilər xidməti vəzifələrini yerinə yetirirlər. Hər iki tərəfdə nəzarətçi qüllələri görünür. Qatar hər kiçik stansiyada dayananda sarı saç göy-göz Rus əskərləri vaqonlarda sərnişinlərin sənədlərini yoxlayırlar. Diqqətlə hamını süzür, düşüb gedirlər. Qatar hərəkətə gəlir və Naxçıvana yaxınlaşdıqca əskərləri daha tez-tez görmək olur. Təkər taqqıltısı, əskərlər, dikanlı məftillər, məftillərin o üzündə axan çay və pəncərədən o taya baxan atamın baxışları. Uşaqlıq xatirələrimin cığırlarında iz qoymuş mənzərələr. Mənə elə gəlir ki, insan uşaq dünyasının xatirə cığırları ilə addımlarkən çox mühafizəkar olur. O cığırlar, o izlər dəyişməz qalır. Həm də saçının ağaran çağlarında yeni mənzərələr tapmaq çətindir. Həm də saçının ağaran çağlarında çox mətləbləri anlayırsan, ürəyinin ən nazik damarlarından keçirirsən. Və həmin bu vaxtlar yaddaş arxivinin bəzi səhifələri sözün həqiqi mənasında açılır. Bir müddət əvvəl Ağdam yaxınlığında çəkilişlər aparanda, əskərlər qabağımızı kəsib irəliyə getməyə qoymayanda, ora sərhəddir deyəndə, gəpə xəttidir deyəndə, bax onda uşaqlığımı yenə xatırladım, sərhəd məftillərini xatırladım. O taya baxan atamın gözlərini xatırladım, o ağrının giziltisini duydum və düşündüm ki, görürsən övladlarımız bizim indiki yaşımıza çatanda hansı sərhəd dirəyinin qarşısında dayanacaqlar. Buralara gəlməyəli çox vaxt keçib. O vaxtdan bu vaxta çox şey dəyişib. Daha Bakı-Naxçıvan qatarı işləmir, yol bağlıdır. Dikanlı məftillərin sayı azalıb, amma sərhəd öz yerindədir. O tayda da, bu tayda da bayraqların rəngi də, rəmzləri də dəyişib. Bizim tərəfdə sərhəddi qoruyan oğlanların saçının, gözünün rəngi dəyişib. Amma sərhəd qalır. Gözətçi qüllələri, nəzarət məntəqələri qalır. Bir də ki, bu çay qalır. Çay hara gedəsidir ki? Başı bəlalı, xəcalətli çay. Araz çayı. Min illərdir Araz çayı Naxçıvan torpağının ətəklərini bax beləcə yalayıb keçir. Yəqin dünyada ikinci bir çay tapılmaz ki, şəhərinə bu qədər şeirlər yazılsın, üstündə bu qədər göz yaşı tökülsün, ah-nalə çəkilsin. Bu qoşulan nəğmələr, ağılar, bayatılar damla-damla Arazın suyunu ya çoxaldıb, duruldu, ya da bulandırıb. Bir vaxtlar arasından su da keçməyən iki qardaşın arasından Araz boyda dərd keçib. Çay da bunun xəcalətindən boynunu büküb, sakit, aram, lal axır. Lal axan suların altında nələr var, nələr. İçindəki ağrını nə qədər gizlətsə də, bəzi yerlərdə qıvrılıb burulğana dönür və unutduqlarımızı bizə xatırlatmağa çalışır. Unutduqlarımız da bir deyil, iki deyil. Dünyanın fiziki xəritələri dəyişməz qalır. Dağ öz dağlığında qalır, çay öz çaylığında, dənizdir ki dənizdir, uzaqbaşı bir kanal çəkib yol açmaq olar. Dünyanın siyasi xəritələri zaman-zaman dəyişir. Dünən böyük imperiyalar bugün heç yerdə sözü keçməyən adi bir dövlətə çevrilir. Respublikalar monarxiya, monarxiyalar respublika olur. Bu dəyişmələr, çevrilmələr çox ölkələrin taleyini həll edir. Bircə bu qarabəxt, biçarə çay yeni iki qardaşın arasından, taleyindən, ürəyinin ortasından axır. Məcrasından çıxır, aşır, daşır, mənasını dəyişmir. Çay sərhəddir. Çay Azərbaycanı iki yerə bölür. Bölünən məlum, bölən məlum, qismət məlum. Bir əsrdə neçə dəfə bu qisməti dəyişmək cəhdi olub. Bir əsrdə neçə dəfə bu torpaqlar mücahidlərin cavan canı ilə gübrələnib. Bir əsrdə neçə dəfə bu çayın suları qandadıb. Sonuncu dəfə isə 1945-ci ildə Təbrizdə milli hökumət quruldu. Tarixə 21 Azər inqilabı kimi daxil olan bu hökumət cəmi bir il mövcud ola bildi. Cəmi bir il. Tarix üçün
anda sayıla bilməyəcək bir müddət. Amma 20-ci əsr Azərbaycan tarixini alt-üst edən bir il. Dünya siyasətinə ikiyə bölünmüş Azərbaycan adlı bir məmləkətin varlığını sübut edən bir il. Məğlubiyyətlə nəticələnsə də vətənin şərəf tarixinə yazılacaq bir il. Bu, 20-ci əsrin ortalarında Cənubla Şimalın birləşməsi üçün sonuncu şans oldu. Səttar xandan, Bağır xandan, Xiyabanidən başlanmış bu yol 1945-ci ildə milli hökumətin qurulması ilə nəticələndi. 20-ci illərin əvvəllərində hakimiyyət dəyişikliyinin baş verməsi, Pəhləvilərin milli şovinizmə dayanması, ölkədə milli şovinist siyasətinin yeridilməsi, Cənubda əhalinin milli hisslərinin təhqir olunmasına gətirib çıxartmışdı. Türk dilinin təqib olunması, onun məktəblərdən yığışdırılması, kitabların çapına icazə verilməməsi, dövlət idarələrində türk dilindən istifadə edilməməsi, Təbrizin, deyək, ölkənin ikinci şəhəri ikən İranın onlarla şəhərlərindən birinə çevrilməsi, bütün bunlar hamısı Cənubda yaşayan əhalinin milli hisslərinə ciddi şəkildə təsir göstərirdi. Üstəgəl, burada çox mühüm amillərdən biri oldu ki, 30-cu illərin ikinci yarısında şimaldan xeyli əhali bir növ sürgün edildi Cənuba. Bunlar Cənubla qohumluq əlaqəsi olan adamlar idi ki, pasportlaşma sistemində Sovet vətəndaşlığın qəbul etmədiklərindən onlar Cənuba göndərildi və bunlar özləri ilə bu 20 il ərzində təxminən şimalda gedən həmin o sosial-siyasi proseslərin ab-havasını apardı. Və 1941-ci ildə bu qoşunlar deməli daxil olanda İrana artıq Sovetlər üçün nümunələr var idi. Qərbi Ukrayna və Qərbi Belarusiya birləşdirilmişdi. 1939-cu ildə baş verən hadisələrin gedişində Cənubi Azərbaycanla bağlı da təxminən bunlara bənzər ssenari işlənib hazırlanmışdı ki, bu da 1941-ci ilin təxminən payızında, yaxud daha dəqiq desək, noyabr ayının 7-8-də həyata keçirilməlidir. Böyük Oktyabr Sosialist İnqilabının ildönümü münasibəti ilə həyata keçirilməlidir. İkinci Dünya Müharibəsindən sonra bütövlükdə şərqdə və konkret olaraq yaxın şərqdə ilk dəfə azadlıq bayrağı qaldıran Cənubi Azərbaycan xalqı oldu. İran Azərbaycanı hələ bu inqilaba demək ki 39-cu ildən hazırlaşırdı. Kətlərdə feodalları döyürdülər, ərbabların, jandarmların tüfənglərini, silahları əlindən alırdılar. Sonra Sovet ordusu hissələri ki İrana daxil oldu, Qızıl Ordu deyirdilər də, Sovet ordusu hissələri İrana daxil olandan sonra İran inqilabçıları biraz da dirçəldilər. Niyə dirçəldilər? Ona görə ki, şah vaxtında ən demokratik fikirli adamların hamısını tutmuşdular, həbsxanada idi. Sovet ordusu hissələri gələndə birinci dəfə həbsxanadan o demokratik fikirli adamları azad elədilər, buraxdılar. O demokratik fikirli adamlar öz ideyalarını həyata keçirmək üçün bir tərəfdən də Sovet ordusu orada müdaxilə eləyib, orada oturduğu üçün, orada fəaliyyət elədiyi üçün bu demokratik fikirli adamların demək ideal mübarizə dövrünə təsadüf eləyir və Azərbaycan demokratları, ziyalıları, kəndçiləri, fəhlələri bütövlükdə qoşulurlar bu azadlıq hərəkatına. Sonuncu dəfə hadisələr böyük dövlətlərin maraqlarını toqquşduğu bir vaxtda, İkinci Dünya Müharibəsinin qızğın çağlarında, müharibədən sonraki proseslərin fonunda dövr edirdi. 1941-ci ilin ilk aylarından Zaqafqaziyadakı 47-ci ordu Cənubi Azərbaycanın sərhədlərində dayanmışdı. İkinci Dünya Müharibəsinin qızğın çağları idi və Rusların cənub sərhədlərini möhkəmləndirmək istəyi təbii idi. Şah rejiminin Almaniyaya meyl etməsi hadisələri sürətləndirdi. Avqustun 25-də sərhəddə dayanmış orduya hərbi əməliyyatlara başlamaq əmri verildi. Bir tərəfdən Britaniya qoşunları, bir tərəfdən Qızıl Ordu hissələri İranın ərazisini işğal etdi. Cənubi Azərbaycan Sovet işğal zonasına daxil oldu. Sizə danışacağımız hadisələr həsrət, birlik, vətən, ümid, viranə qəlblər və sınmış tarihlər haqqında olacaq. Sovet qoşunları ərazi keçib cənub torpaqlarına daxil olanda Azərbaycan
bütün dünya siyasətini titrədəcək hadisələr ərəfəsində idi. Ordunun Cənubi Azərbaycana daxil olması ilə ölkə daxili milli maraqlar toqquşdu. Ermənistandan gəlmiş çekiz qrupuna başçılıq edən Gözəlyan öz rəhbərliyinin fikrini açıqlayır. Sovet işğal zonasına daxil olan İran ərazisi Ermənistan və Azərbaycan arasında bölünməlidir və Təbriz Ermənistana tabe edilməlidir. Onlar əsaslandırmağa çalışırdılar ki, Təbrizdə Ermənistanın maraqları daha güclüdür, nəinki Azərbaycanın. Bizim əməliyyatçılar bu xəbəri Bakıya Mircəfər Bağırov ötürürlər. Bağırov təşviş keçirir. Gecikmək olmaz. Qərbi Ukraynanın və Qərbi Belarusiyanın birləşməsi onu da ümidləndirib. 100 illik ayrılıqdan sonra Azərbaycanın da birləşmək şansı var. Bu vaxt Bakıda sürətlə Təbrizə göndərilmək üçün bir qrup səfərbər olunur. Qrupa Əziz Əliyev rəhbərlik edir. Bağırov çalışırdı ki, bu qrup Təbrizə daha tez daxil olsun. Moskva isə bunda maraqlı deyildi. Vəziyyətlə yaxından tanış olmaq istəyən Bağırov gizli şəkildə Naxçıvandan Təbrizə gedir. Arxiv sənədlərində Bağırovun Təbrizlə bağlı fikirləri var. Mən Naxçıvandan 3-4 saatlığa Təbrizə getdim. Təbrizdə bir yerdə 7-8 qız və oğlan uşağına rast gəldim. Onlarla danışmaq istədim. Ancaq mən maşını saxlayan kimi onlar qaçdılar. Mən uzaqdan Azərbaycan dilində onlara dedim ki, bura gəlin. Mənim Azərbaycan dilində danışmağımı eşidən kimi hamısı qayıdıb yanıma gəldi. Cənubi Azərbaycan torpağı bizim xalqımızın əsl ana torpağıdır. Respublikamızın sərhədlərində yaşayan bir çox adamlarımızın ən yaxın qohum qardaşları uzun müddət idi ki, bir-birindən ayrı düşmüşdü. Bağırovun dilindən bu sözləri eşitmək biraz qəribə görünür. Sırf kommunizm beynəlmiləci ideyalarına qulluq edən bir şəxsin Azərbaycanı birləşdirmək arzusuna inanmaq olar, ya yox? Ancaq sənədlər, çıxışların stenoqramları Bağırova başqa rakursdan baxmaq imkanı verir. İrəliyən dəqiqələrdə bu barədə danışacağım. Ancaq indi 1945-ci ilin dekabrına gedən yolu düzəldən, hamarlayan bir missiya və bu missiyanın başçısı haqqında danışmaq istəyirik. Əziz Əliyev və onun qrupu. 41-ci ilin sentyabrında polkovnik komissar Əziz Əliyev Təbrizdə yerləşmiş 47-ci ordunun hərbi şurasına üzv təyin olunur. Sovet Azərbaycanının bir çox tanınmış adamları Süleyman Rəhimov, Mirzə İbrahimov, Meybalı Əmir Aslanov, Ağasəlim Atakişiyev, Mustafa Quliyev bu qrupun üzvləri idi. Cənubi Azərbaycanda Sovet təsirini yaymaq, ədəbiyyat, sənət, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə şimalın uğurlarını nümayiş etdirmək məqsədi ilə Təbriz, Ərdəbil, Rəşd, Astara və başqa şəhərlərə taxıl, qənd, kerasin, manufaktura göndərilməli idi. Nəzərdə tutulmuşdu ki, iri şəhərlərdə Koroğlu, Leyli Məcnun, Şah İsmail, Arşın Malan tamaşaları göstərilsin. Sentyabrın 15-də İrana göndərilən missiyanın üzvləri ilə Bağırovun görüşü olur. Bu görüşün stenoqramında Bağırovun dediklərindən. Sizə bir məsələni də deməliyəm. O məsələ bundan ibarətdir ki, nə qədər ki bizim Qızıl Ordu ordadır, biz heç vaxt razı ola bilmərik ki, Cənubi Azərbaycanda yüzlərlə adam acından ölsün. Əgər bizdə bir damcı belə Azərbaycan qanı varsa, gərək gec-tez vaxtı ilə məcburən ayrılmış Cənubi Azərbaycanı Sovet Azərbaycanı ilə birləşdirək. Buna bizim qüvvəmiz və bacarığımız var. Nə qədər çətin olsa da biz Cənubi Azərbaycan zəhmətkeşlərinə bu köməyi göstərməliyik. Buna bizim qeyrətimiz, namusumuz, insanlığımız və sədaqətimiz məcbur edir. Bu sözləri Mircəfər Bağırov deyir. Heç şübhəsiz Moskvanın Kremlin icazəsi ilə deyir. Heç şübhəsiz vəziyyətin diktəsi ilə deyir. Amma mən bu sözlərdə kicicik də olsa səmimiyyət olduğuna inanmaq istəyirəm. Bağırov bu məsələnin həllində çox maraqlı idi. Və mən sizə deyim ki, sənədlərlə tanış olanda aydın olur ki, əgər Moskva bir şeyi etməyə icazə verirsə, yerli rəhbərlik ondan istifadə edərək digər məsələləri də həll etməyə çalışırdılar. Və əlbəttə, Bağırov ziddiyyətli şəxsiyyətdir. Azərbaycan tarixində son dərəcə ziddiyyətli şəxsiyyətlərdən biridir və bu da xeyli dərəcədə onun yaşadığı dövrlə bağlı idi. 30-cu illərin Bağırovu da var. Amma deyək ki, Cənubi Azərbaycan məsələsinə bu qədər böyük diqqətlə yanaşan,
bu problemin həllinə axıra qədər cəhd göstərən Bağırov da var. Və ona görə də biz tarixi şəxsiyyətlərə və vaxtilə Azərbaycana rəhbərlik etmiş şəxslərə bir rəngdə yox, tarixin müxtəlif rəng çalarlarında yanaşmalıyıq. Yəni, ancaq müsbət yaxud ancaq mənfi prizmadan yox, onların fəaliyyətinin kontekstində, onların fəaliyyəti ilə bağlı qalmış sənədlərin kontekstində bu məsələyə deməli yanaşmalıyıq. Və Bağırov axıra qədər, yəni bu hərəkat məğlub olmağa bir həftə qalmışa qədər ümidli idi ki, bu məsələ həll olunacaq. Bağırov Təbrizə yola düşəcək qrupu qəbul edib tapşırıqlarını verdiyi günlərdə Tehranda mühüm hadisələr baş verirdi. 41-ci ilin sentyabrında müttəfiq qoşunların Tehrana yaxınlaşdığı bir vaxtda İran şahı Rıza Pəhləvi taxt-tacdan əl çəkdi və oğlu Məhəmməd Rıza hakimiyyətə gətirildi. Anası Azərbaycanlı olan 22 yaşlı bu cavan oğlan bir neçə ildən sonra Azərbaycanın birlik arzularını qan içində boğacaq. Lakin hadisələr hələ ki xəyal və ümidlərin gerçəkləşməsinə doğru inkişaf edir. 41-42-ci illərdə Əziz Əliyevin başçılıq etdiyi missiya Cənubi Azərbaycanda milli şüurun, təfəkkürün yüksəlişində önəmli, həlledici bir iş gördü. Təbrizdə çap olunan Vətən Yolunda qəzeti böyük təbəddülatlara səbəb olmuşdu və İran siyasətçilərini çox narahat edirdi. Onlar Sovet səfirindən xahiş etmişdilər ki, bu qəzeti İran əhalisi arasında yaymasınlar. Əziz Əliyev Bakıya, Bağırova göndərdiyi hesabatda yazırdı. Təbrizdə son 15 il ərzində ədəbiyyat, sənət, elm və texnika ilə bağlı Azərbaycan dilində bir dənə də olsun kitab buraxılmayıb. Şair və yazıçıların yaradıcılığı üçün heç bir şərait olmayıb. Əksinə, onlar hakimiyyət tərəfindən təqib olunublar. Maarif sistemində rəhbər vəzifələri bir qayda olaraq farslar tutublar. Müəllimlər mövcud qaydada etiraz edirlər. Onlar tələb edirlər ki, dərslər Azərbaycan dilində keçirilsin və fars müəllimlərə verilən əlavə güzəştlər ləğv edilsin. Səhiyyədə də vəziyyət bərbaddır. Bizim həkimlərlə Təbriz həkimlərinin görüşünü təşkil etdik. Görüşdə yerli həkimlərlə erməni və fars həkimləri arasında ziddiyyət hiss olunurdu. Azərbaycan Komünist Partiyasının 3-cü katibi, polkovnik komissar Əziz Əliyev biraz keçmiş öz fəaliyyəti ilə həm rusları, həm də farsları narahat eləməyə başlayır. Hadisələrin milli müstəviyə keçməsi kimsənin xoşuna gəlmirdi və bir qədər sonra Moskvaya Əziz Əliyevin ziyanlı işi barədə məlumatlar ötürülməyə başlayır. Sovet qoşunları daxil olandan sonra icazə verildi ki, orada siyasi işlə məşğul olmaqdan ötürü Sovet ordusunun tərkibində Sovet Azərbaycanından siyasi işçilər Təbrizə və Cənubi Azərbaycanın digər şəhərlərinə ezam olunsunlar ki, bu qrupada deməli Əziz Azərbaycan Kompartiyasının 3-cü katibi Əziz Əliyev rəhbərlik edirdi. Amma Əziz Əliyev orada Kompartiya katibi kimi yox, İrana daxil olan ordunun siyasi şurasının üzvü kimi fəaliyyət göstərirdi. O məsələyə ki, Cənubun ehtiyacı var idi. O milli oyanışa təsir göstərə bilmək qabiliyyətində olan bir təbəqə var idi, ziyalı təbəqəsi. Böyük ağırlıq düşürdü həmin təbəqənin üstünə və biz onların tərkibinə diqqət yetirsək, əlbəttə ki, o 4000-ə yaxın siyahı var idi, onların hamısı göndərilmədi. Təxminən 1000 nəfərə yaxın birinci mərhələdə Cənuba siyasi işçilər göndərildi. Bunların bir 70-80%-i maarif mədəniyyət işçiləri idi, elmlə bağlı olan adamlar idi, universitet müəllimləri idi, orta məktəb direktorları idi, səhiyyə işçiləri idi və s. Əziz Əliyevin missiyasına qarşı yönələn bütün təhlükələrə baxmayaraq, missiya öz işini görürdü. Vətən Yolunda qəzetinin uğurları Tehranı məcbur edirdi ki, əks təbliğat işini gücləndirsin. İran mətbuatında Azərbaycan haqqında sevgi dolu yazılar dərc olunurdu. Qəzetlərdə Azərbaycan əhalisini inandırmağa çalışırdılar ki, onlar türk deyirlər. Yazırdılar ki, İranı insan bədəninə bənzətsək, Azərbaycan bu bədənin həm başıdır, həm gözləridir, həm də ürəyidir. Arxiv sənədlərində göstərilir ki, Təbrizin yazıcı və jurnalistləri hiddətə gəlib deyirlərmiş ki, bu 200-lər və alçaqlar dünən bizi türkəxər adlandırırdılar. Bugün isə riyakarlıqla Azərbaycanı gözəl sözlərlə tərifləməyə başlayıblar.
Qeyd eləmək lazımdır ki, Qızıl Ordunun yüksək rütbəli zabitləri Təbrizdə və başqa şəhərlərdə özlərini pis aparırdılar. Sərxoşluq, əyyaşlıq halları adi hala çevrilmişdi. Rus generalları ermənilərlə əlaqəyə girib günlərini onların içki məclislərində keçirirdilər. Əziz Əliyev hər vəchlə belə halların qarşısını almağa çalışırdı. Və təbii ki, belə bir şəxs Rusların xoşuna gələ bilməzdi. 42-ci ilin əvvəllərində Sovet rəhbərliyi hərbi, siyasi, diplomatik idarələrin kəşfiyyat orqanlarının əli ilə cənubda Sovet zonasında təxribatlar törədib Bağırovu fakt qarşısında qoymaq istəyirdilər. Sovet İttifaqının səfiri Xarici İşlər Komissarlığına müraciət etmişdi ki, Vətən yolunda qazeti bağlansın. Bu qazet Cənubi Azərbaycanda əl-əl gəzirdi və qazetin redaksiyasında şimaldan göndərilmiş bir çox görkəmli şəxsiyyətlər çalışırdı. Mirzə İbrahimov, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli, İsrafil Nəzərov, Osman Sarıvəlli, Mehdixan Vəkilov, Qılman Musayev və başqaları. Bağırov qazetin bağlanmasına etiraz edirdi. Hadisələrin başqa səmtə inkişafı Əziz Əliyevin missiyasını xətadan qutara bilmədi. 1942-ci ilin martında Əziz Əliyev və Sovet Azərbaycanından göndərilmiş siyasi işçilərin çoxu geri çağırıldı. Həmin dövrdə Moskva Əziz Əliyevin ümumiyyətlə Azərbaycanda qalmasını istəmirdi və onu işləməyə Dağıstana göndərdilər. Ancaq ruslar gecikmişdilər. Əziz Əliyevin missiyası öz nəhəng işini görmüşdü. Azərbaycan addım-addım 21 Azər inqilabına yaxınlaşırdı. 41-45-ci illər arası dünyada baş verən hadisələr haqqında cilt-cilt kitablar yazılıb və yazılacaq. Vaxtaşırı siyasətin rəngi dəyişdikcə yazılan kitabların ideya rəngi də dəyişib. Hadisələrə müxtəlif donlar giyindirilib. Ancaq nə giyindirirsən giyindir. Fakt faktlığında qalır. 21 Azər keçən əsrdə Azərbaycan tarixinin ən şərəfli və ən qanlı səhifələrindən biridir. Hansı ideologiyadan qaynaqlansa da, kimin əli ilə hərəkətə gəlsə də. Bu inqilabın alovu bütün Cənubi Azərbaycanı bürümüşdü. Yüz minlər bu inqilabın iştirakçısına çevrilmişdi. Biz həmin hərəkatın iştirakçısı olan insanların, həmin hadisələri tədqiq edən tarixçinin və şahidlərin gözləri baxmaq istəyirik o günlərə və bir də kinoxronikanın. O vaxtın siyasətinə uyğun gəldiyinə görə Milli Hökumətin tarixçəsi kino lentinə köçürülür. Filmi izləyərkən məndə belə bir təəssürat vardı ki, Sovet dövrünün hayküylü təbliğat filmlərinə baxıram və hadisələr də Təbrizdə yox, hardasa bir Sovet Respublikasında cərəyan edir. Amma ideya rəngi qırmızı olan bu ağ-qara film tarixi şəxsiyyətlərin görüntüsü, o dövr Azərbaycanının mənzərəsi baxımından maraqlıdır. Film Arazın Otayında adlanır. Beləliklə, 1945-ci ilin 12 dekabrı İran təqvimi ilə 21 Azər tarixində Arazın Otayında, Təbrizdə Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi milli hökumət quruldu. O vaxt Arazın hər iki tayını 2 Seyid, 2 Mir Cəfər idarə edirdi. Təbrizdə Seyid Cəfər Pişəvəri, Bakıda Mir Cəfər Bağırov. Bu, işin görünən tərəfi idi. Əslində hər şey Moskvadan, Kremldən, Stalindən asılı idi. Ancaq Stalindən asılı olan 2 Seyidin necə siyasət aparacağından isə Azərbaycanın taleyi asılı idi. Bu iki şəxsiyyət haqqında da çox yazılıb. Onlara münasibət bir mənalı olmayıb. Amma inkar etmək olmaz ki, bu və ya digər şəkildə onlar Azərbaycana xidmət ediblər. İnkar etmək olmaz ki, vətənin talih yüklü məqamlarında ən vacib problemləri həll etməyə çalışıblar. Çalışıblar hər halda. Edə bilmədiklərinin günahı zamanın boynuna düşür. Ya da özlərinin də günahı olub. Heç kimi ayrı-ayrılıqda ittiham etmək olmur. Kim idi Seyid Cəfər Pişəvəri? Əziz qardaşlar, Cənubda sadə kəndi ailəsində doğulub, şimala çörək dalınca gələn 100 minlərdən biri. Gənclik illərində Marksın kommunizm xülyalarına inanan milyonlardan biri. Bəşəri ideyaları millətçi düşüncəyə dəyişən filosof. İnanıb xəyanətə uğrayan, illərini zindanda keçirib, azadlıqda həyatını itirən bir şəxs. Kim idi Seyid Cəfər Cavadzadə Pişəvəri? Pişəvəri Azərbaycan tarixinin çox işıqlı şəxsiyyətlərindən biridir. Şübhəsiz ki, Azərbaycan tarixində Pişəvəri müqayisə olunmalıdır Səttərxanla, Məmməd Əmin Rəsulzadə ilə, Şeyx Məhəmməd Xiyabani ilə müqayisə olunmalıdır. 20-ci əsrdə Azərbaycanda baş verən inqilablar və təlatümlər fonunda bu böyük şəxsiyyətlər ki meydana çıxmışdı, Pişəvəri onlardan biri idi.
Pişəvəri 21 Azər hərəkatının lideri idi. Və əlbəttə Sovetlər dağılandan sonra Pişəvəri ilə bağlı və 21 Azərlə bağlı məsələlər müzakirə obyekti olanda tez-tez Pişəvərini Sovetlərlə bağlamaq cəhdləri də meydana çıxırdı. Mən bir tarixçi kimi həmişə hesab edirəm ki, hadisələrə və proseslərə hadisələrin baş verdiyi zamanın şərtləri daxilində yanaşılmalıdır. Bu günləri çox adamı çox şeydə günahlandırmaq olar. Amma o hadisə ki, həmin zamanda baş vermişdi, o zamanın şərtlərində yanaşmaq lazımdır. Ağay Seyid Cəfər Pişəvəri ideoloq idi. Partiyanı o yaratmışdı. Azərbaycan Demokrat Partiyası 1945-ci ildə demək yayda, mənim yadımdadır, yayda yarandı və o bəyannamə verdi ki, bu partiya nə istəyir, hansı fəaliyyətlə məşğul olacaq. Bu, Azərbaycan torpaqlarını kəndçilərə paylayacaq, iqtisadi islahatlar aparacaq, Azərbaycan dilini məktəblərdə dövlət dili eləyəcək, Azərbaycan universitetini təzədən təsis eləyəcək, Azərbaycan milli pulunu buraxacaq, qadınlara 8 saatlıq iş azadlığı veriləcək, qadın azadlıqları veriləcək və ilahır və s. Demək, lider, əsas ideoloq, partiyanı yaradan, hökuməti yaradan Pişəvəri idi. İlk günlər hər şey inanılmaz dərəcədə gözəl idi. 1945-ci ilin dekabrın 12-sində Təbrizin Diydavan kinoteatrında Azərbaycan Milli Məclisinin ilk sessiyası açıldı. Milli hökumətin tərkibi təsdiq edildi. Seyid Cəfər Pişəvəri baş nazir, Cəfər Kaviyan xalq qoşunları naziri, Mirzə Rəbi Kəbiri poçt və teleqraf naziri, Məhəmməd Biriyə maarif naziri, Firidun İbrahimi Azərbaycanın prokuroru təsdiq edildi. Bir neçə aydan sonra bu islahat işləri başladı, kəndir götürdülər, ip götürdülər, torpaqları iplə ölçdülər, kəndçilərə torpaq payladılar, verdilər, belindən ölsən kim, iplə ölsən kim, ayağla ölsən kim, bax belə böyük islahat işləri başladı inqilabdan sonra. Birinci islahat işi o idi ki, Azərbaycan dili məktəblərdə, universitetlərdə, idarələrdə, müəssisələrdə, hər yerdə dövlət dili hesab olunur. Və bu, xalqın böyük bayramı idi. Bu, xalq bunu 100 il idi gözləyirdi ki, bunun ana dili, axır ki, bir dövlət dili olacaq və inqilab, 21 Azər inqilabı, bu, Azərbaycan dilini, Azərbaycan xalqının bu arzusunu demək, yerinə yetirdi. Torpaqların paylanması, sonra demək ki, universitetin açılması, karxanaların, zavodların, fabrikaların yenidən qurulması, fəhlələrə iş hüquqi, qadınlara iş hüquqi vermək, bunların hamısı demək, mənim gözümün qabağında olur. Biz özümüz bunlarda iştirak edirdik, gedirdik rayonlara. 1946-cı ilin əvvəlləridir. Dünya mürəkkəb və ziddiyyətli hadisələr burulğanındadır. Yenicə yaradılmış BMT-də İranla Sovet İttifaqı arasında mübahisəli məsələ, Azərbaycan məsələsi müzakirə olunmalıdır. Bu müzakirənin yanvarın 28-də keçirəcəyini bilən Pişəvəri, Millətlər Təşkilatının Baş Məclisinə müraciət edib xahiş edir ki, Azərbaycan Milli Hökuməti artıq mövcud olan fakt kimi tanınsın. Digərlərinin müdaxiləsi olmadan ona öz taleyini müəyyən etmək imkanı verilsin. Təbrizdə isə BMT-nin nə olduğundan heç xəbəri də olmayan 200 cavan oğlanı Bakıya, hərbi məktəbə oxumağa göndərməyə hazırlaşırlar. Bizim zabitimiz yox idi. Zabit kadrlarımız yox idi. Var idi Tehrandan gələn, yaxud Tehran zabitlik məktəbində oxuyub qurtaran, inqilab vaxtı Tehrandan qaçıb bizə qoşulan, bunlar var idi, amma çox az idi zabit. Odur ki, Pişəvəri demək, milli hökumətdə belə qərara gəlir, demək, Bakı ilə Şimali Azərbaycan rəhbərləri ilə danışır ki, bizə zabit kadrları lazımdır. Bunları bizə kömək eləyin. Bunu da sağ olsun Mirzəfər Bağırov o zaman bizdən 200 nəfər
ən sağlam, ən belə qəddi qəvvarəli, sonra ən belə zirən uşaqlardan 200 nəfər qəbul elədilər. Mən də onların içində demək biz Bakıya gəldik. Mən işdən çıxanda, Mərkəzi Komitənin işdən çıxanda ki, sabah gün gedəcəkdik Bakıya, Firidun İbrahimi ilə bir yerdə Pişəvəri otaqda idilər. Mən getdim sağollaşmağa. Pişəvəri dedi ki, sən məktub yazmışdın, Təbriz Zabitlər Məktəbinə girməyə. Dedim, hə, yazmışam. Dedi ki, onda biz səni göndəririk. Dedim, hara? Zaman Firidun İbrahimi cavab verdi ki, biz sizi göndəririk Qızıl Bakıya. Başınızı qızıl eləyəcəksiniz, oxuya-oxuya. Qayıdıb Qızılbaş ordusuna Təbrizdə qulluq eləyəcək. O 3 qızıl mənim yadımdadır. Biz gəldik Bakıya. Gəlməyimizin də çox zatları yollarda bizi əvvələn gizli gətirdilər. Yük qatarında, yük vagonlarında gətirdilər ki, bizi kənar adamlar görməsin, çünki bu tədbir yarım legal tədbir idi. Bizə də tapşırmışdılar ki, çox görünməyin, ondan pəncərədən qapını açıb çox baxmayın. Səhər tezdən Zülfanı keçdiyi qatarımız. Zülfanı keçən kimin gördük ki, bir dəstə uşaq qatarın qırağı ilə qaçır, qışqırırlar. Biz bilmirik nə deyirdilər. Çünki orada qatar başı yuxarı gedir, bir yer var. Biraz ağır gedir. O uşaqlar da bizim yanımızda qatarın yanında qışqırırdılar, çörək, çörək, çörək. Mən dedim ki, bu nə məsələdir? Bunlar bəlkə bizi yoxlayırlar ki, bizim imanımız, dinimiz, zadımız nədir? Orada bir nəfər vardı, dedi ki, bu müharibə qutarandan sonra hər yerdə çörək qıtlığı var. Yəqin ki, bu kənd uşaqlarıdır. O gəliblər çörək, həm də biraz oyuncaq kimi baxırlar bu işə. Bizə də Təbrizdən böyük, iri çörəklər qoymuşdular. Belə köpmüş, iri ağ çörəklər idi. Əlivi basırdın, nədir, avtomat kimin əlivi qaldırırdı. O qədər yaxşı. Biz əvvəl bir iki dənə atdıq, gördük uşaqlar qaçdı çörək dalısıca, inandıq. İnandıq, ondan sonra hambi, 200 nəfər. Kimin çörəyi qalmışdı, girdə çörəklərdi, atırdıq, dığırlara gedirdi, uşaqlar gedirdi, götürürdü. Bu gənclər hadisələrin ən qızğın çağlarında Təbrizdən uzaqlarda vətənin o biri paytaxtı Bakıda oldular və millətin başına gələn müsibətləri görmədilər. Bu gedişlə onların çoxu üçün mühacirət həyatı başladı. Vətəndən vətənə mühacirət. Hadisələr isə öz axarını dəyişməyə doğru gedirdi. Tehranda növbəti hökumət dəyişikliyi olur və yeni kabinəni formalaşdırmağı Qavam Rus səltənəyə tapşırırlar. Qavam Moskva ilə danışıqlar aparmağa hazırlaşır. Azərbaycanda isə bundan narahatdılar. Bağırıb tərəddüd içindədir. 1908-ci ildə Azərbaycanda milli inqilabi hərəkət qoğulanda və sonra Səttarxan öldürüləndə Qavam Daxili İşlər Naziri idi. 1920-ci ildə Gilanda milli azadlıq hərəkatı yatırılanda və Kiçik xan öldürüləndə Qavam hakimiyyətdə idi. Bu faktlar hər halda nədənsə xəbər verirdi. 1946-cı ilin martında Qavam Moskvada Stalin və Molotovla görüşür, qayıdarkən yolüstü Bakıda olur. Qavam Tehrana ümidli qayıdırdı. Mart ayında vəziyyət xeyli gərginləşmişdi. Dünya soyuq müharibənin astanasında idi. Qütbləşmə və bundan doğan ziddiyyətlər qabarıq nəzərə çarpırdı. Sovet ordusunun Azərbaycandan çıxarılması ehtimalı güclənmişdi. BMT-nin Təhlükəsizlik Şurasında İran-Azərbaycan məsələsi müzakirə olunmalıydı. Avropada Sovet İttifaqına çox böyük güzəştlərə gedən Birləşmiş Ştatlar, İngiltərə və ümumilikdə Qərb ölkələri Cənubi Azərbaycan və İran məsələsində çox ciddi şəkildə müqavimət göstərdilər. Bunun ilk növbədə mühüm səbəbi onunla bağlı idi ki, onlar Sovet İttifaqını enerji ehtiyatları ilə zəngin olan bir regiona buraxmaq istəmirdilər. Hələ müharibənin gedişində, yaxın və orta şərqdə, o cümlədən İranda nə qədər böyük neft ehtiyatlarının olması barədə artıq müzakirələr başlanmışdı və Birləşmiş Ştatlar, Böyük Britaniya ehtiyat edirdi ki, əgər Sovetlər Cənubi Azərbaycanda möhkəmlənsə, İranın cənubuna doğru, İraqın şimalına doğru və bütövlükdə yaxın və orta şərqin neft ehtiyatlarına doğru böyük bir platform əldə edəcək.
Eyni zamanda burada Türkiyənin şərq vilayətləri məsələsi də gündəliyə gələcəkdir. İstər beynəlxalq təşkilatlar çərçivəsində, yəni BMT çərçivəsində və istərsə də iki tərəfli münasibətlər çərçivəsində Cənubi Azərbaycan məsələsinə ciddi şəkildə Qərb müqavimət göstərməyə başladı və bu müqavimətin deyək başında da Birləşmiş Ştatlar dayanırdı. Bir sıra əldə etdiyimiz faktlara görə biz təsdiq edə bilərik və mən bunu öz araşdırmalarımda da artıq dövriyyə gətirmişəm ki, müharibə dövrünün əməkdaşlığına Cənubi Azərbaycanda son qoyuldu. Azadlığın nə olduğunu sona qədər bilən varmı? Azadlıq eyfariyasına qapılmağın nə qədər təhlükəli olduğunu kinoxronikanın kadrlarına həkk olmuş bu insanlar anlayırlarmı? Odda alovlu nitqlər söyləyən Bişəvəri də, Məhəmməd Biriya da, vətənə əsr olmuş şiir oxuyan Balaş Azəroğlu, Mədinə Gülkün, Azad Vətən də, 21 Azər medalı ilə təltif olunan hərbçilər də, küçələrə asfalt döşəyən fəhlələr də, ilk dəfə öz dillərində təhsil almağa imkan qazanmış Təbriz Universitetinin tələbələri də, əlinə silah alıb vətəni qoruduğunu düşünən bu fədailər də, hələ ki, azadlığın məst edici havası ilə nəfəs alırlar. Xoşbəxt, məsud, bəxtiyar günlər bitəcək. Bu insanların çoxu biraz keçmiş edam olunacaq, sürgünə göndəriləcək. Yaxşı halda arazı keçib bu tərəfə pənah gətirəcək. Təbrizin Gülüstan bağında Səttarxana, Bağırxana qoyulmuş bu abidələr dağıdılacaq, yerində şahın heykəli qoyulacaq. Azadlığın məst edici havası istibdadın yandırıcı nəfəsi ilə əvəz ediləcək. Neçə milyonluq bir xalqın birlik arzusu qırıq-qırıq olub qəlpələnəcək. Gördüyünüz bu adamların bəziləri öz əqidə və məslək yoldaşlarına xəyanət edəcək. Mücahidlərin cəsədləri üzərindən keçib şaha baş əyəcəklər. Bəziləri bu tərəfdəki şahı, ellər atasını mət eləməyə məcbur olacaqlar. Müəllimlərimiz tarix fənnini bizə yaxşı öyrədirdilər. Bəşəriyyətin inqilab tarixləri, Spartak üsyanından tutmuş, İngiltərədə Cromwell, Fransada Yakobinlər, 1905-17-ci il inqilabları, bütün bunları əzbər bilirdik. Bizim tarix kitablarımızda Afrikanın hansısa bir nöqtəsində, hansısa bir zəncinin elədiyi üsyan haqqında da yazırdılar. Səttarxan və Xiyabanı haqqında yazırdılar ki, Rus inqilabından təsirlənən İran zəhmətkeşləri istismarçı siniflərə qarşı mübarizəyə qalxıblar. Vəssalam, 3-4 kəlmə. Amma 21 Azər haqqında bizə heç nə deyilməyib. Halbuki 20-ci əsr inqilab tarixində bu hərəkatın öz yeri var. 46-cı ilin aprel-may aylarında Qızıl Ordu hissələri Cənubi Azərbaycandan çıxarılmağa başladı. Azərbaycan böyük həyəcan içində idi. Pişəvəri sarsıntı ilə Sovetləri xəbərdar edirdi ki, onların gedişi ilə milli hərəkat qan gölündə boğulacaq. Lakin ruslara axacaq qan yox, borulara axacaq neft daha çox maraqlandırırdı. İranın baş naziri Qavamus Səltənə Stalinə neft konsesiyalarından böyük pay söz vermişdi və təbii ki, ellər atasına neftin qoxusu elin dərdindən daha maraqlı idi. Kadrlar Sovet hərbi hissələrinin Təbrizdən çıxarılmasını əks etdirir. Təbliğat filmi olduğundan gülçiçək görürsünüz, ruh yüksəkliyi, alqış, sevinç də görürsünüz. Əslində, əhali çaşqınlıq içində idi. Sonra nə olacağı təxminən bəlli idi. Hadisələrin başlanğıcında cənuba göndərilmiş Sovet Azərbaycanının ziyalıları da bu xəbəri böyük ağrı ilə qarşıladılar. Bu ağrı onların bütün həyatından, yaradıcılıqlarından da keçəcək. Yazılan şiirlərin, romanların əsas mövzusuna çevriləcək. Xəyanətə uğrayan insanların ah-naləsi son mənzilə kimi onların qulağında səslənəcək. İndi izlədiyiniz bu kadrlarda Stalinin şəkillərini də görürsünüz. Bir neçə ay sonra milli hökumətin süqutundan sonra həmin bu şəkilləri itlərin boynundan asıb Təbriz küçələri ilə gəzdirəcəklər. Bir neçə ay, bu bir neçə ayda nələr olmadı ki? Milli hökumətin rəhbərləri arasında ziddiyyətlər, Tehranın göndərdiyi hərbi dəstələrlə toqquşma, Qəvamın alçaldıcı təkliflərinə güzəştlər, BMT-də Azərbaycan məsələsinin həlli, yeni yaranmış Millətlər Təşkilatının ilk həll etdiyi məsələ Azərbaycanın taleyi oldu. Bugün də BMT-yə ümidlə baxanda 46-cı il hadisələrini xatırlayın. Bütöv bir xalqın qətlinə fərman verən dünya siyasətçilərini xatırlayın və unutmayın.
46-cı ilin payızı ağır gəldi. Tehran ciddi cəhdlə milli hökuməti ləğv eləməyə çalışırdı və Azərbaycana qoşun yeritmək üçün gözəl bir bəhanə də tapılmışdı. Keçiriləcək seçkilərdə həmin amanlığı təmin etmək. Milli hökumətin rəhbərliyi Bakıya müraciət edir. Bu məsələdə sizin köməyinizə böyük ehtiyacımız var. Onsuz da bizim fədailər dəyənəklə, yumruqla tankların üzərinə yeriyəcəklər. Lakin bu yetərli deyil. Bizim millət və bizim qardaşlarımız kimi silah məsələsi ilə bağlı əməkdaşlıq etmək üçün sizə müraciət edirik. Bu kömək olarsa biz xalqımızın sədaqəti və azadlığa sevgisi hesabına mürtəce hökuməti məhv edərik. Əgər biz 1-2 məntəqədə güclü zərbə indirə bilsək, onlar hamısı ya qaçacaq, ya da kütləvi şəkildə əsir düşəcəklər. İndi bütün Azərbaycanlıların dilində bir söz gəzir. Ölərik, lakin geri çəkilmərik. Bugün bizim şüarımız belədir. Ya azad yaşa, ya şərəfli öl. Bir illik azadlıq insanların ürəyində elə coşqu yaratmışdı ki, ölümə əsarətdən üstün tuturdular. Sovet Azərbaycanından gözlənilən kömək gəlmədi. Azərbaycan müstəqil deyildi. Hər şey Stalinin göstərişlərindən asılı idi. Stalin susurdu. Bu taleyin acı istehzası idi yəqin. Dekabrın 12-sində elan olunmuş müstəqillik, dekabrın 12-sində sübut etdi. Üstdən bu qədər vaxt keçib. Amma bəzi suallara yenə cavab tapmaq olmur. Niyə, nə səbəbə, bəlkə? Bu niyələrin, bəlkələrin səbəbləri bugün də açıq qalır. Niyə hərəkatın bəzi liderləri milləti yiyəsiz qoyub bu tərəfə keçdilər? Niyə bəziləri şaha baş əydi? Niyə bəziləri sonuncu gülləsinə qədər vuruşdu? Niyə bəzilərinə burada hər şərait yaradıldı, bəzilərini Sibirə göndərdilər? Pişəvərinin gizli şəkildə şimala gedişi əhali arasında çaşqınlıq və təşviş yaratmışdı. Ola bilər, çox ola bilər ki, onu məcbur eləmişdilər. Amma son bir çarə də vardı. İntihara çarə deyə biləriksə, belə deyək. Pişəvəri gəlmək istəmirdi. Gəlmək istəmirdi. Mən Pişəvərinin həyatı haqqında bir roman yazmışam. Sevgisində itən qız adında. Demək ki, Bakılı bir qızdır, gedir Təbrizdə qoşulur inqilaba. Belə məzmun bundan ibarət. Demək, orada mən şair kimi, yazısı kimi Pişəvərinin bura gəlməsini belə qiymətləndirmişəm. Mənim yaratdığım bədii Pişəvəri obrazı bura gəlməyib. Buradan gələn, göndərilən general Pişəvərini otağında deyir ki, ay Pişəvəri, kişi deyib ki, nazirlərini götürsün, keçsin odaya. Pişəvəri də deyir, kişi sağ olsun, mən keçməyəcəm. Deyir, axı mən onun üçün gəlmişəm. Deyir, yox, çox sağ olsun kişi də, çox sağ ol sən də, amma mən inqilabı başsız qoyub, milli hökuməti başsız qoyub getməyəcəm. Bilirəm, İran qoşunu gəlir üstümüzə. Bu inqilabı mən qaldırmışam, xalqı mən ayağa qaldırmışam və xalqla bir yerdə mən ölməliyəm burada. Bu cür yaxşıdır. Mənim otaya keçməyim yaxşı deyil. Bir zaman general deyir ki, mənə xüsusi tapşırıq var ki, sizi aparım. Pişəvər deyir ki, getməyəcəm. Deyir, gedəcəksən. Deyir, getməyəcəm. General əlini aparır, qoyur tapancasının üstünə. Deyir, gedəcəksən. Pişəvər də durur ayağa, deyir ki, getməyəcəm. Mən bilirəm, siz məni ora niyə aparırsınız. Tarix siyasi elmdir. Yazıldığı dövrün siyasətinə xidmət edir. Amma yaxşı ki, yaxın tariximizin müasirləri, bu sadə insanlar hadisələri rəngsiz filansız, olduğu kimi danışırlar. Çəkilişlər zamanı Culfa rayonunun sərhədyanı kəndlərinin birində həmin hadisələrin şahidi olmuş insanlarla görüşmək istədik. Kənddə qarşımıza çıxan yaşlı adamlardan soruşduq. Xatırlayırsınızmı? Unutmaq olarmı dedilər. 46-cı ilin dekabr ayı, öyle çok soğuk vaxtlarıydı. O zaman bu kəndin içməli suyu arazdan idi, su yox idi. Qadınlar sənə ilə su gətirirdilər. Mənim özüm də oradan sənə ilə ulağın üstündən xurdun salırdıq, 2 dənə sənək salırdıq, su gətirirdik. Mən özüm də getmişəm suya. Səhər tezdən idi, soyuq vaxtda. Arazın qırağında tökülmüşlər İrandan, arvad uşaq hamısı qışqırıb yalvarırdılar.
Kimə yalvarırdı? Yalvarırdılar bizim tərəfə, qışqırırdılar su aparanlara ki, kişilər bizə deyin, gəlsinlər, bizə kömək eləsinlər, araz geçsinlər, bizi qırılır. Mən də onda rayon komsomol komitəsinin birinci katibi idi. Onlarla həmişə biz təmasda olurduq. Biz komsomol kimində, o zaman komsomol nədir? Komsomol qabağa, qaş komsomol, tut komsomol, hamısı komsomol idi da. Onlarla əlaqədardır. Mənim yardım gəlir ki, onlar məcburiyyət qarşısında deməli bir hissəsi körpüdən qaçdı, bir hissəsi arada töküldü, gəldi Sulfadan beləsinə. Köçlülər Sulfanın damlarında, binalarında yaşadılar. Bu yan tərəfdən qaçqın qaçırdı, geçdim bu yana. Bu yandan da çıxmışlar qabağa da görək nədir, kimdir, hardandır. Kömək eləyirdi adamlar onlara, yerli cəmaat. Yerli cəmaatımız çıxmışdı. Sulfana bütün cəmaat, qonşu şəhərlərdən hamısı tökülmüş gəlmişdi. Bakıda təhsil alan kursantlar bu xəbəri necə qarşıladılar? Təbrizdən böyük ümidlərlə gəlib, burada xəyalları daşa çırpılanlar, bu süqutun onların taleyinə vurduğu möhürü daşıyanlar, bu xəbərin nə demək olduğunu anlaya bildilərmi? Getmişdim Kapitan Rəsulovun yanına. Kapitan Rəsulov dedi, eşitdin? Dedim, nə? Dedi, dünən radioya qulaq asmayıbsınız gecə qazarmada. Dedim, yox. Dedi, onda get, uşaqları yığ, takımı yığ, gəlirəm. Getdik, takımı düzdük, fərağat komandası verdik, Kapitan Rəsulov gəldi. Dedi ki, əziz oğullarım, siz oxumağa gəlmişdiniz. Yaxşı da başı ucalığından oxudur. Çox yaxşı, əlaçı təhsil alıbsınız. Amma düşmən öz işini gördü. Demək, Cənubi Azərbaycanda qurulan milli hökumətə hücum oldu, şahlıq ordusu tərəfindən. Ondan sonra xarici imperiya dövlətləri də ona kömək elədi. Odur ki, milli hökumət süqut elədi. Amma siz öz təhsilinizi davam etdirəcəksiniz. Ki, bundan sonra bizim ümumi əhval-ruhiyyəmiz, o yüksək, romantik zadımız, nədir, fədakarlığımız get-gedə zəiflədi. Get-gedə zəiflədi. Elə uşaq olurdu ki, gecə öz yorğan döşəyində ağlayırdı. Hıçqırıq səsi gəlirdi. Demək, biz minamyot takımındaydıq. Bizim qonşumuz da topçuluq takımı idi. Topçuluq takımında Kürdlər var idi. O Kürdlər dedi ki, biz qayıdırıq. Bir zamanki milli hökumət Azərbaycanda və Kürdistanda da Məhəmməd Qazinin milli hökuməti süqut eləyib. Biz də burada qalmağımızın o qədər əhəmiyyəti yoxdur, biz qayıdırıq. Bizi düzdülər iki sıraya üzbəyüz gedənlər və qalanlar. Bizim kompani dərbəndimizdə, küçəmizdə bir nəfər Hüseynzadə adında oğlan var idi, o gedirdi. Mən məktub yazdım ki, ana nigaran qalma, mən də bir 2-3 aydan sonra gələcəm. Daim belə məsləhət gördü ki, nigaran qalma. Məktubu verəndə o oğlana, o kursanta, bunu Polkovnik Hacıyev gördü. Gəldi, məktubu aldı, baxdı, belə. Göstərdi mənə ki, nə yazıbsan, verirsən ona. Dedim, anama yazmışam ki, nigaran qalmasın. Bu bizim məhəllədə yaşayır bu oğlan. Belə açdı mənim cibimi, hərbi paltarımı, soxdu məktubu ora, qulağıma dedi ki, sən onlardan tez gedəcəksən. Sən demə bu yazıqları General Atakişiyevin göstərişi ilə bunları çox yalvarırlar ki, getmiyoruz, axır gedirlər. Demək, aparırlar Yevlağa, Yevlaqda bir həftə saxlayırlar, sonra verirlər Şəkiyə. Şəkidə də bunlar bir neçə ay qalır, axır üsyan eləyirlər, gedirlər Stalinin heykəlinin qarşısında etiraz mitingi keçirdilər ki, biz vətənimizə getmək istəyir. Sonra General Atakişiyevin göstərişi ilə bunları Sibirə göndərdilər. Dərd olmuşdur elin də mənə, ağladım bir naşı güləndə mənə, heç kəs ağlamasın öləndə mənə. Mən heç vaxt, heç zaman ölmərəm daha. Azad qardaşım var, onunla xoşam. Mən gərək sahili sahilə qoşam. 2 bölünməkdən elə qorxmuşam, çöpü də 2-yə bölmərəm daha. Dənizlər, dəryalar mənə dayazdır.
ən dərin bir çay var, o da Arazdır. Mənə görüş verin, azadlıq azdır. Görüşsəm ayrılmaq bilmərəm daha. Mənim saadətim hardasa itdi, o asan gəlmişdi, asad da getdi. Mənə nə etdisə saadət etdi, bədbəxt saadətə gülmərəm daha. İnsan gərək necə yansın ki, necə ağrısın ki, səadətə bədbəxt səadət desin. Bir illik səadət, bir illik azadlıq, bir illik xülyalar və sonluq isə 20-ci əsrin böyük faciələrindən biri sayıla bilər. Düzdür, dünyanın böyük dövlətləri bunu görməzlikdən gəldilər, ahnaləni eşitmədilər. 25 min insan qanına qəltan edildi. Adamları təndirə atıb üstündə çörək pişirdilər. Ayaqlarını nallayıb qaçmağa məcbur elədilər. Hörgüyə hörüb sementlədilər. Bu izlədiyiniz kadrlardakı insanların çoxunu dara çəkdilər. Dara çəkilənlərin arasında az yaşlı uşaqlar da vardı. Şah qoşunu ilə Ərdəbilə girəndə bir Azərbaycanlını qabağında qurban kəsdilər. Bunlar faktdır. Bunlar tarixdir. Ümidlə, kitabla, qələmlə bir xalqa yaşamaq öyrədə bilməzsən, ölməyi öyrədə bilməsən. Ərk qalasında 18 zabit ölənəcən döyüşdülər. Bu oğulların içində bir oğul var. Eydam olunanda 28 yaşı varmış. Azərbaycanın baş prokuroru Firidun İbrahimi. Bir vaxtlar oxuduğumuz Gələcək Gün romanının qəhrəmanı. Xalqa ləyaqətlə ölməyi öyrədən oğul. O günün gələcəyinə inanmaq istəyirəm. Firidunun məzarı üzərində abidə qoyulacaq günün. Firidun kimi oğulların yenə də doğulacağı günün gələcəyinə inanmaq istəyirəm. 79-cu ildə İslam inqilabından sonra mühacirətə getməyə məcbur olan şah, bir il sonra qürbətdə can verəndə, görəsən bu zülm verdiyi insanların kabusu onu incidirdimi? Biz hələ onların 100%-ni deyirik. Minlərlə adamı qırdılar, öldürdülər, həbsə saldılar, yarım milyona qədər Azərbaycanlı sürgün elədilər İranın cənub hissələrinə. Elmir adında bir xanım gəlmişdi bura İrandan. Demək, təqribən olardı 70-ci il, elə 70-71-ci illərdə. Mən ondan müsahibə apardım. Dedi ki, bəs mən rəhbərlərin birinin yoldaşıyam, arvadıyam. Bizi sürgün elədilər Tehrana, Tehrandan da filan yerə. Ondan sürgün illəri qutarandan sonra gəldim Tehrana, gəldim sonra Təbrizə. İndi də icazə almışam, gəlmişəm buradakı qohumlarımı görməyə. Dedim ki, orada o qırğın necə oldu? Deyir ki, qaynanamla faytona oturmuşduq. Gecə idi. Demək, biz məsciddə gizlənmişdik ki, bizi öldürməsinlər. Axır o məscidin o əzancısı bir dənə fayton tutdu, dedi, gəlib burada da sizi öldürə bilərlər, yazıqsınız. Gecə ilə gedin rayona. Deyir, nədir, bu faytona mindik, faytonun da bu qapağını çəkdik. Baş xiyabanda gedirik, bir də gördük ki, bu faytonçu saxladı. Dedi, vay eviniz yığılmazın, indi bizi verəcək bu adam öldürənlərin əlinə. Faytonçu getdi, 4 dəqiqədən sonra qayıtdı. Qaranlıq deyə heç gözü görmür. Bir gəldi, bir dedi, Allah sənə çox şükür, təzədən getdik. Birazdan sonra fayton yenə dayandı. Yenə də bu düşdü, getdi, 3 dəqiqədən sonra gəldi. Axır, deyir, qaynanam dedi ki, ay qardaş, bizim ürəyimiz töküldü, sən niyə düşürsən? Deyir, ay bacı, ölülərdi. Faytonun qabağında ölülərdi, at hürkür. At hürkür, özdə hava soyuqdur. Bu cənazələri don vurub, buz bağlayıb, yapışıb asfalta. Mən gedirəm, onları qopardıram, çəkirəm kənara, sonra faytonu sürürəm. Yəni ki, istəyirəm təsəvvür yaradasınız ki, təkcə bir dənə küçədə o qədər cənazə var idi. Bir müddət əvvəl mətbuatda oxumuşdum ki, şahın kiçik qızı Leyla Parisdəki otellərdən birində intihar edib. 30 yaşlı gənc qadını intihara sürükləyən səbəbləri düşündüm. Bəlkə özü qürbətdə çərləyən bu qadın atasının günahlarına görə xəcalət çəkib. Bəlkə atasının qürbətə göndərdiklərinin, qəriblikdəki insanların əzabını anlayıb. Vətən içində qürbət, vətən içində qəriblik ağır dərddir.
Qəriblik nəyə deyirlər? Ona deyirlər ki, yəni ki, burada qohum qardaşın olmur. Səni təvəllüd gününə çağırmırlar, toya çağırmırlar. Yas yerlərinə indi özün gedirsən, bu olur qəriblik. Yəni kimsəsizlik. Səni heç kəs dindirmir. Can oğul sözü eşitmirsən bacıdan, anadan. Can bala, sənə qurban olum sözü. Azərbaycan kişiləri bunu uşaqlıqda öyrənib eşitməyə bacısından, anasından. Biz onları eşitmirdik. Biz elə bu cür o düyünü yavan yeyirdik. Yəni yavan, xuruşsuz, zadsız, yaxsız. Bax, ona qəriblik, əlbəttə qəriblik deyirəm. Ancaq mən həmişə özümə qərib deyərdim. Yadımdadır hələ o gənc nəsil hələ böyüyəndə. Ancaq bir yerdə o qərib sözünü tərk etdim. Harda? Şüvələndə yaradıcılıq evini açırdıq. Bizim hörmətli prezidentimiz Heydər Əliyev orada çıxış elədi. Mənə də söz verdi. Mənə də söz verəndə mən çıxdım, danışırdım. Dedim ki, bəs hərdən mən qəriblik hiss eləyirəm. Belə qollarım yanıma düşür. Bir də görürəm Xəlil Rıza, Məmməd Araz, bundan sonra Cabir Novruz, Nəriman Həsənzadə, Nəbi Xəzri sağdan soldan girirlər qoluma. Sonra sənə nə olub? Qardaş, sənə nə olub? Niyə başın aşağıdır? Dedim, o vaxt, hörmətli prezident, o vaxt birinci katib idi Heydər Əliyev. Dedim ki, Heydər Əliyev, onda mən sizin əlinizin istisini sol çiynimdə hiss eləyirəm həmişə. Ki, o Heydər Əliyev qalxdı. Dedi ki, niyə özüvə qərib deyirsən? Ona da təsir eləmişdi mənim sözüm. Dedim, mən necə deyim Heydər Əliyev? Dedi ki, biz sənə nəinki qərib deyirik, heç sənə qardaş deməyə ixtiyarımız yoxdur. Çünki biz qardaşı özbəyə deyirik, Rusa deyirik, Gürcüyə deyirik. Sən bizim süfrəmizin bir üzvüsən, xalqımızın bir oğlusan. Bax, o vaxtdan biz bu qərib sözünü mən götürdüm. Bura gələnlərin taleyi necə oldu? 47-ci ilin iyununda Yevlax Gəncə yolunda qəza oldu. Qəzada ölən Seyid Cəfər Pişəvəri idi. Cənazəni gətirib onun bu zonadakı evinin həyətində bastırdılar. Üstündə gülçə əkib gizlətdilər. Elə bil nə belə adam olub, nə bu hadisələr. Yalnız 1960-cı ildə Demokrat firqəsi üzvlərinin israr və təqidindən sonra məzarı Fəxri Xiyabana köçürürlər və üstündə abidə qoyurlar. Çox inandığı kommunizm ideyaları ona şərəflə ölməyə də imkan vermir. Zorla bu tərəfə gətirilmiş firqə rəhbərlərindən biri olan Məhəmməd Biriya ömrünün sonlarına qədər həyatı ilə barışa bilmir. Mühacirətin ilk günlərindən Sovet rejimini lənətləməyə başlayır. Məddahlıq etmir. 2 dəfə Sibirə sürgün olunur. Biriya şair idi. O da başqaları kimi kitablarının qanararı ilə rahat yaşaya bilərdi. Ancaq dedikləri Sovet liderlərinin dedikləri ilə üst-üstə düşsəydi. Məscidlərdə ölü yuyub pul qazanır, ona olan yardımlardan imtina edir. Dəfələrlə vətənə dönmək istədiyini bildirsə də, geri dönməyə imkan vermirlər. 2-ci dəfə Sibirdən qayıdanda ona Bakıda yaşamağa icazə verilmir, Şamaxıya göndərilir. Biriyanın qəribəliklərinə hamı öyrəncəli idi, amma bəzən bu qəribəliklər tragikomik vəziyyətlər də yaradırdı. 60-cı illərdə Şamaxıda meydana yığışmış adamlar 9 may qələbə bayramını qeyd eləyəndə Biriyanın əlində plakat meydana doğru gəldiyini görürlər. Şüarları oxuyanda görürlər ki, şüarların üstündə əl ilə faşist svastikası çəkilib və altda da yaşasın faşizm yazılıb. Rəhbərlik əl-ayağa düşür, Biriyanı meydandan uzaqlaşdırıb danlayanda o sakit tövrlə şirin cənub ləhcəsində cavab verir. Siz bəyən faşist deyilsiniz. 79-da İranda İslam inqilabından sonra yenə də nəyəsə inanıb İrana dönür və orada ruhi xəstəxanaya salınır. Vəssalam. Bir məmləkətin maarif naziri, sevimli şairi, mühacirətə məcbur olandan sonra ölü yuyub dolanan, heç nə ilə barışa bilməyən, ideallarının yıxılmasına dözə bilməyən şairin sonu. 100 minlərdən biri. Hər şey bitdi. Xoşbəxt sonluq olmadı. Ölən öldü, qalanlar dünyaya səpələndilər. Küskün, incik. Qalanlar o ağrının yükünü bugünə qədər daşıyırlar. Bu tərəfə keçəndə o ağrını da gətirdilər. Böyük ədəbiyyat yarandı. Cənub mövzusu bütün ədiblərimizin yaradıcılığından qırmızı xətt kimi keçdi. Bugünə qədər də o yara qanıyır, üstünə yeni dərdlər də gəlir. Amma hər şeyin səbəbi oradan başladı.
bizi torpağı bölünməyə öyrəncəli etdilər. Elə bir yerdə dayanıb vətənə baxıram ki, yolun bir tərəfi Zəngəzura, Göyçəyə gedir. Dağların o bir tərəfində Laçındır, Kəlbəcərdir, Şuşadır. Yolun bir tərəfi Təbrizə, Zəncana, Ərdəbilə gedir. Məğlubiyyət bu çayın sərhəd olmasından başlayıb. Qalibiyyət də buradan gələcək. Bu üzü qara, xəcalətli çayın sahilində həsrətdən cadar-cadar olmuş torpağa baxıram. Sınmış körpüyə baxıram, Xudafərin yadıma düşür. İçimə axan göz yaşlarımı udub, üstümə yağan göz yaşlarıyla yuyunuram. Ürəyimdən dəli bir istək keçir Qaragilə. Gözünün yaşını silmə. Elə ağla ki, dünyanın kar olmuş qulaqları eşitsin. Elə ağla ki, gözünün yaşı selə dönüb, Təbrizin dolanbadolan küçələrindən axan qanı yuyub, Araza sarı gətirsin. Araz bizim dərdimizi bilir. Araz adi çay deyil. Bu, dünya xəritələrində göy rənglə işarə edilmiş adi çay deyil. Bu xətt, çoxların ürəyini parça-parça edib vətəni bölən talih xəttidir. Bu, adi içməli su övzəsi olan çay deyil. Fərqinə varsanız, suyu datsanız, bütün duyğu üzvlərinizlə ayrılığın, həsrətin acı dadını hiss eləyəcəksiniz. Bu çay adi çay deyil. Bu çay Arazdır. Mən istəyirəm, al-əlvan vətən bağında xarı bülbülü dərim. Mən istəyirəm, dəli dağda qartalların səmada süzməyini seyr eləyim. Mən istəyirəm, övladlarımızın tanımadığı böyük vətəni heç olmasa nəvələrimizə göstərim. Mən istəyirəm, vətənin hər güşəsini bağrıma basım. Mən torpağı bölünməyə, öyrəncəli olmaq istəmirəm.